Sabahınız xeyir qızlar, kanalıma xoş gəlmisiniz. Təzə vloqum və səhərim belə başlayır. Hələ ki güllərim solmayıb, fikirləşdim bir vloqda da bunları sizin üçün çəkim. Ümumiyyətlə bu gülləri mən çox sevirəm. Sara'nın ad günündə bizə verilmişdi qonaqlara hamısına və inanırsınız 10 günə yaxın qaldı. Hətta biz Qubaya gedəndə Twix gülləri aşırtmışdı, amma yenə də solmamışlar. Ona görə uzun müddət sevindirən gülcübidir. Bir dənə bu balaca bağlamanı açmaq istəyirəm, sonra isə başlayacağam hazırlaşmağa. Bu bağlamanın içində cəmi 2 dənə məhsul var. Bu bilirsiniz necə oldu? Mən bir dənə böyük bağlama sifariş edərkən bu məhsullardan hansısa yox idi. Ona görə bunu sonra göndərdilər. Vay vay, bu nə belə balacadır? Mən bunu böyük düşünürdüm. Bu qızlar original vazelindir. Bunu 9 manata almışam. Keçən il mən Trendyoldan buna bənzər dodaq balzamları sifariş eləmişdim. Amma onlar bunun fake-idir. Vazelinin resmi səhifəsi var. Amma bunun böyük ölçüsü də olur. Mən düşünürdüm ki, bu böyük ölçüsüdür. Baxmamışam həcminə. Neysə istifadə edəcəm. Vanil qoxuludur. Bu alergiyaya bilmirəm nə edəcəm. Baxın necə ləkə-ləkə qalıb buradan. Çox xoşuma gəldi qızlar. Tam istədiyim kimi qolları da belə istəyirdim. Düzdür, yaxşı ütüləməmişəm, amma eybi yoxdur. Tələm-tələsi eləyirəm və deməli bu ətəyinə kombin eləməyi planlaşdırıram və ağ botlarım var, keçən il geyindiyim. Onlarla birlikdə düşünürəm ki, çox gözəl bir kombi alınacaq. Sizcə necədir? Mütləq rəy bölməsində yazın. Bəlkə vloglarda hardasa aşırı dərəcədə çox olur makiyaj, hazırlaşma və s. Amma bu prosesi qızlar o qədər çox sevirəm, dəhşət həzz alıram hər dəqiqədən. Deməli, kosmetik vasitələri hamısını götürdüm. Bir-bir göstərərək makiyaj eləyəcəm. Naskita fırçaları çox gözəldir. Hələ bu qabın içində saxlayıram. Darıxdırıcı olmasın deyə YouTube'da bir veriliş də qoyum. Bugün biz sizinlə birlikdə Gülnarın ad gününə gedirik. Və bu vlog 10 gün bundan əvvəl çıxmalıydı qızlar, amma çəkəndən sonra gördüm ki, dəhşət az çəkmişəm. Davam eləməyə həvəsim olmadı, tərəddüd edirdim, silim bu hissələri, yoxsa davamını çəkim. Nəsə son zamanlar biraz həvəsdən düşmüşdüm videoları çəkməyə. Məndə bəzən elə olur, həvəs gedir, sonra təzədən qayıdır. Əslində bugün planlaşdırırdım ki, biraz tez duracağam, gedəcəm Crescent Mall-a və qəşəng hədiyyə seçəcəm Gülnar üçün. Bilmirəm nə dərəcədə etikdir bu, amma hər zaman ad gününə gedərkən insandan soruşuram, hədiyyə istəyirsən yoxsa pul və yaxud hədiyyə istəyirsə konkret hansı segmentə aid olsun və yaxud istədiyi konkret bir şey varsa desin. Çünki özümdə çoxdur sürprizləri xoşlamıram. Gülnar isə dedi ki, heç bir fərqi yoxdur. Ona görə əvvəl düşündüm ki, gedim nəsə alım. Ama son zamanlar onun videolarından görürəm ki, o qədər şey alıb. Heç açmayıb, paket doludur ev. Fikirləşdim ki, yaxşısı elə pul hədiyyə eləyim, həm də ki, tort sifariş eləyim. Özü seçdi, çox maraqlı qara tort. Birazdan onun da çatdırılmasını eləməlidirlər. Misal üçün keçən il özüm üçün ad günü eləmədim. Amma həmin il tanış, biliş, kim çağırıbsa hamısının ad günlərə getmişəm. Əgər insan sizi sayıb çağırırsa, düşünürəm ki, mütləq getməyə lazımdır. Bir tanışım var idi, hər zaman deyirdi ki, mən ad gün eləmirəm, niyə görə hamının ad günlərə gedib hədiyyələr almalıyam? Məncə bu çox sərt bir yanaşmadır. Hələ ki qərar verə bilməmişəm, özüm üçün bu il ad günü eləyəcəm ya yox, bilmirəm. Tam o həvəsdə deyiləm, amma hamı mənə deyir ki, mütləq elə. Sizcə bu il eləyim yoxsa yox, mütləq rey bölməsində yazın. Özümü tərifləmirəm qızlar, amma bu dəfə o qədər xoşuma gəldi. Həm makiyaj, həm saç çox səliqəli alındı bu dəfə. Pomada yoxdur deyə bitər. Görsənirəm. Bir dənə baxın necə də gözəl, səliqəli alınıb şüşə kimi. Trendyoldan sifariş elədiyim və heç geymədim bu donu geyməyi istəyirəm. Çox gözəldir. Unutmuşam ki, bunu sifariş eləmişəm. Ona görə bugün bunun qismətidir. Çanta olaraq isə bu qara aydını götürəcəm. Qara tufli geyinəcəm. Ona görə bu yerinə düşəcək. Və qara detalları olan son zamanlar çox sevdiyim bu kolyeni taxmaq istəyirəm. Düzdür, qabıq geyməyi çox da sevmirəm. Amma bu paltarla məcburam.
Ona görə butik tabanları geyinəcəm. Çox gözəldirlər bunlar. Bunları toya gedəndə elə mən buradan şəhərdən almışam. Bir dənə baxın necə gözəl parıldayır. Hündür tabandır, o qədər də asan deyil gəzmək, amma neyiniyək? Çarəmiz yoxdur bu dəfə. Bu arada tort da gəldi. Gəlin sizə bu gözəlliyi də göstərim. Ümumiyyətlə insanlar fərqlidir, zövqlər də müxtəlifdir və ona görə reylərdə pis rey yazan insanları mən bir tərəfdən başa düşürəm. Ola bilər ki, biz bəyəndiyiniz, siz bəyənmirsiniz və yaxud elə də ola bilər. Tort qara tortdur və siz deyə bilərsiniz ki, qara tort insana hədiyyə eləməzlər. Amma padruşkam özü seçib bunu. Üstündə belə tacı var. Prosta hələ ki qoymamışıq üstünə və belə qara rəngdədir. Öz bürcü də üstündə. Çox təəssüf ki, videoda tam mükəmməl görə bilmirsiniz nə dərəcədə gözəl bu tort parıldayır. Sanki brilliantdır da qızlar, o dərəcədə mükəmməl. Həmişə eyni səhifədən mən sifariş edirəm. Sarxanişka üçün tortu oradan almışdım qızlar. Bu tortu da həmin səhifədən almışam. O səhifənin linki bu videonun altında sizin üçün qoyacağam. Mütləq keçid edib sifariş edin. Çünki mənə yazanlar çox olur. Amma içli o qədər dadlı eləyir bu xanım. Həm də ki, qiymətləri çox münasibdir. Ona görə məhz ondan sifariş edirəm. Qanunlara heç əməkdaşlıq da eləmirəm, belə deyim. Çox gözəldir həqiqətən. Ümid edirəm ki, Gülnar da bəyənəcək. Keçən dəfə yadınıza gəlirsə, İmrana ad günləri üçün belə zərflər sifariş eləmişdim. Sırf olaraq necə çox şirin görünür. Pulu da bu zərfin içinə qoyacağım. Bu Barbie kıza bakın. Bu Barbie kıza bunun donuna. Bu kızı tanıyorsunuz. Tanımırsınız. Çok qəşəng görsən. Sağ ol sen de. Biz sadece öz sirlərimizi biraz gizlətdirik. Ben Ayka'da gördüğüm story'deki takıp belirledim. Sırası bağladı. Bəli, Sarxanişkanın eyni siyeplərimiz var, amma boynuna almaq istəyirəm. Mən ondan sonra almışam. Və yaxşı ki aldım, çünki çox xoşuma gəlir və fərqli paltarlarına son zamanlar qəşəng kombinlər yığıram. Paltar çox sadədir, ona görə boğaz hissəsində bu kolye həqiqətən çatmırdı. Я когда увидела ее stories, я такая сразу. Çok adam Qızlar çox idi və eşidirsiniz ki, dəhşət səs-küy idi. Bəzi yerlərdə mən orada danışa nəsə deyirəm, amma görürəm ki, məni eşitmək Həm Instagram, həm YouTube kontent çəkmək üçün baxın nə edir bu. Əsl blogerəm. Uşağın səninlə xoşbəxt olsun, bir yerdə böyüdəsiz. Anamla inşallah. Zauru realda görmək istəyirdim qızlar, çünki videolarda çox görmüşəm. Bir də izləyicilərimə. Bu libas o kadar hoşuma geldi. Gerek sipariş edeyim özümde. Bugün nəhayət ki, babuşkam gəlir, saat 2-də gedəcəm onu qarşılamağa, amma hələ ki vaxtımız var. Fikirləşdim, hazıra gedim, bir-iki dənə işini həll eləyim. Ona görə hal-hazırda tam olaraq makiyajsızam, çünki üz lazıra gedirəm. Look isə belə, narahatlısı onu geymişəm, güzgümüz də dəhşət təmiz. Burada da kimsə köçür deyəsən, aşağıdakı qonşumdum. Ömrümdə yalnız bir dəfə diod lazıra getmişəm, amma belə həmişə Alexandrit Candela Pro deyəsən, budur da bunun adı. Da. Elə bildim birisi var buraxın. Burada heç yoxdur onun. Özdəki neçə illərdir yalnız bir yerə gedirəm. Harasa öyrəşirəmsə dəyişməyə xoşlanmıram. İndi gəlmişəm bağlamanı götürməyə. Bir dənə balaca bağlama olmalıdır. Bu dəfəki dırnaqlar o qədər xoşuma gəldi. Korreksiya eləməyi istəmirəm, amma baxın necə uzanıblar. Xeyləm. Həmişə belə olur. Elə bildim ki, bir bağlamadır, amma yox, Trendyolun bağlamaları da gəlib. Maşını yumalıyam, evləri yığışdırmalıyam. Nəsə hazırlamalıyıq mama ilə. Bir sözlə işimiz dəhşət çoxdur.
Bilmem hamısını necə çatdıracamsa. Sizə də göstərim nə hazırlamışıq dünən. Qəşəng dolma bükmüşük. Çox səbirsizlənirəm, amma eyni zamanda başa düşürəm ki, bunları açarkən videoda çəkməliyəm. Video çəkməyə isə hal-hazırda vaxt yoxdur. Kaş ki bugün biraz tez durardım ki hər şeyi çatdırmaq üçün, amma həmişəki kimi problem gec durmuşam. Ona görə tələm-tələsik hər şey eləməliyik. Gedirəm maşını yuduzdurmağa. Əslində çox da çirkin deyil, amma yenə də bir yüngül vali üstündən yusunlar. Təəssüf ki, içini yumurlar. Bəlkə də bu qiymətə daxil deyil. 10 manat deyəsən pul verirəm, amma içini yumurlar. Amma mollarda fikir vermişəm ki, 15 manata içində təmiz eləyirlər. Həm də ki, vaxtınıza qənaət olmuş olursunuz. Bu moyka biraz mənə uzaqdır, amma fikirləşdim, ev yoxdur, biraz fizkulturada olsun. Evə qədər biraz pişkomda gəzim. Gedirik hoca mama ilə babanı qarşılamağa. Bizim podiyezdə fikir verməyin baxın. Hər yerini yazıblar. Demək olar ki, çatmışıq. İndi mamadan soruşuram, görəsən birinci terminalda, yoxsa ikinci. Mama deyir ki, terminal ümumiyyətlə nədir? Ona görə bilmirik, amma tapacağıq. Hətta tez çatmışıq. Papa uca gəlib, amma 100% orada yoxlamadadır. Ona görə bilmirəm. Çıxaq buradan mama. Gedək kofe içək. Hər zaman maşını eyni yerə moykaya verirəm qızlar. Bunu da düzəltdi, mənə verdi. Sağ olsun, heç deməmişdim bunu. Prosta açıq vəziyyətində maşında idi. Saldı içinə. Kuklamı qoyduq bura. Və gedirik bura. Keçən dəfə gələndə deyəsən buradan çıxmışdı papa. Ona görə burada dayanacağım. Keçən vlogda pivəyə görə az qaldı. Reylərdə məni yıxıb sürüsünlər. Atam mən üçün cücifridən mənim adıma çaxır gətirir. Əsas qızlar bunların həsrətində idim. Ayda, necə sevirəm mən bunu. Bu sparjadır. Orada başqa kolbasalar da var. Fərqli məhsullar. Amma buna çatan yoxdur. Nə qədər axtarmışam qızlar. Bakıda tapa bilməmişəm. Amma çox dadlı bir şeydir. Heç sınamamısınızsa mütləq sınayın. Dadı o kadar mükemmeldi. Ne kadar izleyicilerimden soruşdum ki, görəsən bu sparjanı bizdə Bakıda hardan almaq olar? Heç kim demədi, yəni ki, heç yerdə yoxdur bizdə. Çox təəssüf ki. Rusiyada isə любой supermarketdə satılır. Bu deyəsən Magnitda. Sparja po-koreyski. Papa məndən həmişə soruşur ki, sənə Rusiyadan nə gətirim? Və sizcə mən nə istəyə bilərəm? Təbii ki, kolbasalar o kadar mükemmel olur, o kadar tatlı olur. Ona görə burada bu kadar kolbasa. Elə papa deyir ki, kiməsə pay verərik. Deyirəm, yox, mən vermirəm heç kimə, çünki çox tatlı olurlar. Baxın, hamısını sizə göstərim. Bu çox tatlı olur. Belə kolbasaları sevirəm. Bu da dəhşət. Eynidir də bunlar. Sevdiyim növ. Elə bu paketdə var. Bunu deyəsən rayonda bir qonşumuz istəmişdi sağlam. Onun üçün getirib, bunu gərək marasilkaya qoymaq lazımdır. Sonra belə bu viçinadır. Belə kolbasaları Ukraynanın olsun, Rusiyanın olsun çox tatlı olur. Qiymətləri son zamanlar fikir vermişəm qızlar, o qədər də münasib deyil. Elə bizdən bir balaca ucuzdur. Amma yenə də dad biraz fərqlidir deyə papa hər zaman çoxlu belə məhsullar gətirir. Bayaqdan oturmuşam, papanın telefonu əlimə düşüb. Bu deyəsən 15-dir də. 15, prosta sadə 15-dir. Və çox gözəl çəkir əslində. Nədənsə mənə elə gəlir ki, yalnız 16-nın kamerasını körlüyüblər. Amma bu dəhşət gözəl çəkir. Özümə qəşəng çay da süzdüm. Gələrkən papa məndən soruşdu ki, Rusiyadan sənə nə gətirim? Hal-hazırda Rusiya sanksiyaların altındadır deyə mən heç deyə bilmirəm ki, falan şey istəyirəm. Mən elə gəlir ki, orada tutaq ki, istədiyimiz brend kosmetik olsun və s. orada heç nə yoxdur. Var, müəyyən şeylər var, amma tam istədiyim heç nə yoxdur. Ona görə papaya dedim ki, heç nə lazım deyil, sadəcə kolbasa getir və görəm ki, baba mənə pul hədiyyə elədi. Ona görə biz bu yaxınlarda, bilməm indi növbəti vlogda, yoxsa bundan sonra bir gün gedib özüm üçün bir zinət əşya alacağım və yaxud bilməm nə alım, bilməm nə alacağımsa. Axı nəsə alacağıq birlikdə, həm xatirə kimi qalsın,
Təbii ki, xərcləyək. Adam bilmir video çəksin, yoxsa işləri görsün. İkisini də eyni zamanda eləmək çox çətindir. Bu vlogu düşünürdüm ki, daha maraqlı çəkə biləcəm, amma alınmadım. Hazırlıqlar görməyə lazım idi. Qardaşım gələcəkdi, bizim gəlinimiz, bibim, demək olar ki, hamısı. Ona görə mən ofisiant funksiyanı yerinə yetirirdim. Ay kameranı ştativə qoy, ştativdən götür və s. bunlara təəssüf ki, vaxt yox idi. Dajcie следующий. Sos müəllim. Bu il atamın 60 yaşı tamam olur. Biz də istəyirik onun üçün qəşəng ad günü keçirək. Hətta restoranda уже danışmışam, fikirləşmişəm və s. Papa isə deyir ki, mən ev yeməkləri istəyirəm, mənə maraqlı deyil. Keçiririksə deyir, evdə keçirək. İndi bilmirəm onu yola gətirə biləcəm yoxsa yox. Pərvanə mənim orqanayzerimi çox bəyənib. Ben gelmemiştim aslında böyle bir şeyler var. Mən də Hoşuma geldi benim. amma burada yalnız üzükləri eləmək olur, qoymaq olur. Biraz çok üzüyorlar. Mən bijuteri üzükləri çox da sevmirəm. Ona görə bunu almaq biraz səhv oldu. Amma bunu mən sənə tam ürəyimə tövsiyə edirəm. Çox gözəldir. Həm çəplər, burada deməli sırğalar. Heç nə xarab olmur, bir-birinə sürtün. Qaşlar düşmür. Əsas qaşlar olanlar bir-biri yanında qoyanda qaşları düşür. Böyle çok səliqəli və gözəl. Pərvanə dedi ki, sənin storiesdə bir dənə üst geyim görmüşəm, çox bəyəndim. Mən də arxiva girdim və yadıma düşdü ki, həmin üst geyim bu bağlamanın içindədir. Dedim ki ona, gəl o biri otağa keçək və bu bağlamanı birlikdə açaq. Əsas budur. Rəngi biraz fərqlənir, şəkildə biraz başqa cür düşmüşdü bu. Açıq. Ümid edirəm ki, çox da böyük olmaz. Çünki adətən mənə paltarlar hər zaman böyük olurlar. Çox təəssüfdir. Bunu deməli 60 manat almışam mən. Pərvanə dedi ki, bunlar hələ bizdə də mağazalarda elə 60 manat olacaq. Baxmışım. Doğrudan. Keçən il bunu 60 manata görüb Pərvanəçka. Necədir səncə? Məncə belə yaxşı deyil mi? Geyim baxaq. Məncə razmer də yaxşı olacaq. Belə bir dəst sifariş eləmişəm. Burada şortik, həm də ki, jiletka. Maraqlı bir dəstdir. Özü ki, çox gözəl endirimə düşmüşdü. Almaq qeyri-mümkün idi. Ümid edirəm ki, keyfiyyəti də pis olmaz. Belə bir şey. Ütülüyüb geyinəcəm sizin üçün sabah və bu videoya əlavə edəcəm. Şortiki hanı? Yoxdur, mən də elə ona baxırdım. Şortik hanı? Bəlkə dəst deyildi. Baxmaq lazımdır. Mən bunu tək istəmirəm. Niyə? Diqqətli olmaq lazımdır. Ümumiyyətlə sifariş eləyərkən baxmaq lazımdır. Dəqiq nə satılır. Yox, mən bunu belə istəmirdim. Neysə. Növbəti. Çox maraqlı bir pijama. Belə bir kofta. Adətən belə şalvarlı pijamaları mən prosta ev geyimi kimi istifadə edirəm. Mən şalvarla yata bilmirəm. Amma evdə dəhşət rahat olur və materialı da çox gözəldir. Geyinib də göstərəcəm sizə. Bəyəndim bunu. Qiyməti də münasib idi. Və bağlamanın sonunda 2 dənə ştativ almışam. Səndə də var deyəsən Pərvanə bunlardan. Amma bunlar çox tez sınır. Stol üstü qatarı. Hə. Həm özünlə harasa götürməyə yaxşıdır. Hə. Bax belə. Adi standart. Amma müğayət olmaq lazımdır. Çünki imенно bu hissəsindən çox tez qırılır. Bu birim. Zapas üçün birini də almışam. Çünki çəkiliş çox eləyirəm, lazım olur mənə. Və vəsə. Bayaqdan səsini üstündən yazıram qızlar. Çünki səs küydü, onsuz da mənə eşitməyəcəydiniz. Baxın bir dənə kuxnanın vəziyyətinə və buraları hamısını özüm yığışdırmalıyam. Eybi yoxdur. Amma sabah ilə rəfiqəmlə də görüşməliyəm. Ona görə vaxtında da yatmalıyam. Çalışacağım işıq sürəti ilə yığışdırım buraları.
Qabları yuyub kuxnanı səliqəyə salandan sonra başa düşdüm ki, mənim heç bir halım yoxdur bu paltarları geyinib çəkiliş eləməyə. Ona görə növbəti vloqlardan birində qızlar bunları hamısını öz üzərimdə geyinib sizə mütləq göstərəcəm. Amma bugün halım yoxdur. Papa isə mənə 1000 manata yaxın pul hədiyyə elədi və mən əvvəl qızıl zeyniyyat əşya almaq istəyirdim. Sonra fikirləşdim ki, yox, mola gedəcəm və maraqlı paltarlar alacağam özüm üçün. Hal-hazırda qızılın qiymətləri dəhşət qalxıb. Həm də ki, 1-2 dəfə qızıl itirmişəm. Ondan sonra həvəsim ölüb. Məni rus kanalımdan çoxdandan izləyən izləyici bilir ki, mən bundan əvvəl hardasa 3-4 il bundan əvvəl hər ay gedib özüm üçün bir dənə zeyniyyat əşya alırdım. Rəylərdə isə rus kütlə məni heç başa düşmürdü. Deyirdilər ki, qızıl hal-hazırda dəbdə deyil, özün üçün qəşəng bijuteriyalar al, bu nədir? Mən isə əksinə onları başa düşmürdüm və onlar yazdığı neqativ rəylər. Amma illər keçib mənim fikrim dəyişilib. Ona görə mən hal-hazırda onlarla razıyam. Çoxdandan özümə pinka sumkası istəyirdim. Deyəsən Crescent Mall'da pinka var. Hardasa qiyməti 500 manata yaxındır o çantanın qiyməti. İndi bəzilər deyəcək ki, ağılsızlıqdır o qədər pul çantaya vermək. Bəzilər isə əksinə poddelka çantalar taxan insanlara qarşı aşırı dərəcədə aqressiv reaksiyalar verirlər. Hər iki tip insanları mən başa düşmürəm əslində. Sizə niyə axı maraqlı olmalıdır və yaxud qıcıq olmalıdır, kim nə taxır, özü bilər. Misal üçün kiminsə həmsə bir çantadan xoşu gəlir, sırf orada Dolce Gabbana yazılıb deyə niyə almasın? Mən sadəcə bir insanları başa düşmürəm, hansıları ki fake məhsulları alır və onları yalandan original adı ilə cəmaata göstərməyə çalışır. Çünki bu sırf aldatmadır. Amma belə kim nə taxırsa, nə çiyədirsə o sumka mənim heç vecmə deyil. Mənim isə fikrim belədir. Əgər mağazaya girmişəmsə və hansısa bir çanta xoşuma gəlirsə, sırf orada o loqotip var deyə onu almayım, belə bir düşüncə məndə yoxdur. Amma əgər o çantanın originalı 500 manatdan aşağıdırsa, düşünürəm ki, onun originalı da almaq olar. Bir şey də var qızlar, mən əşyalardan dəhşət tez bezirəm. Eyni zamanda da eyni paltarı və yaxud çantanı bir neçə vloqda dalbadal mən göstərsəm, rəylərdə başlayacaqlar yazmağa, başqa çantanı yoxdur, bezdi ya bunu görməkdən. Həm də ki, Get Ready With Me tipli videolar çəkirəm Instagram üçün, orada da eyni paltarlar dəfələrlə göstər, adam özü yorulur. Çox vaxt paltarları 1-2 dəfə geyinirəm, bəzən olur ki, paltar dəhşət xoşuma gəlir, dalbadal geyinirəm, amma çox vaxtında bəzən heç alıb, heç geymədiyim paltarlar da var. Siz isə mütləq rey bölməsində yazın, siz fake'lər haqda nə fikirdəsiz, taxırsız, alırsız və yaxud taxanlara pis baxırsınız. Sizin üçün qızlar 1 saniyə vaxt keçdi. Mən isə qabları hamısını yudum, yoruldum, amma elədim hamısını özümüzdəki. Baxın necə də qəşəng səliqəli alındı. Yerbəyer eləməyə uca halım yoxdur. Sabah eləyəcəm. Suyu yavaş-yavaş süzürsün. Bu stol da tərtəmiz oldu. Hamısını çəkmədim. Fikirləşdim ki, biraz sıxıcı olar. Həm də ki, vaxt çox gedirdi çəkərkən. Ona görə yoxdum.